Salam, əziz və dəyərli Uğur Mozaikası kanalının izləyiciləri. Bugün biz sizinlə müəllifi olduğu Elçin Hacıyev və Fərid Hüseynovun Sınaqlar Toplusu 9-cu sinif üçün olan kitabdan davam edirik, test 13-dən. Fürsət olsa, digər videolarla da tanış olmaq istəsəz, kanalımızda playlist şəklində bütün videolar yerləşdirilmişdir. Ardıcıl şəkildə hər birindən istifadə edib bəhrələnə bilərsiniz, istədiyiniz videonu tapa bilərsiniz. Çox bucaqlardan birinci sualdan davam edirik. Deyir ki, diaqonalların sayı tərəfləri sayına bərabər olan, diaqonalların say düsturu n vurulsun n çox 3 bölü 2-dir, tərəflərinin sayını isə n ilə işarə edirik. Bu zaman çarpaz vuruluruq, n vurulsun n çox 3 bərabər olur 2n-ə. Burada tərəflərin sayını bildirdiyi üçün n sıfırdan fərqli hər hansı bir müsbət ədəddir. Ona görə n-lər gedir. n çox 3 bərabərdir 2-yə, n də bərabərdir 5-ə. Biz tapdıq ki, bu 5 bucaqlıdır. Bir daxili bucaqların sayı isə n çox 2 vurulsun 180 bölünsün n düsturu ilə hesablanır. Yəni, n-in yerinə düsturda 5 qoysaq, 5 çox 2 3 vur 180 bölünsün 5-dir. 5 ilə 180 gedəcək 36 dərəcə, 3-ü 36-ya vuranda isə 108 dərəcə olacaqdır. Deməli, bir daxili bucaq D variantı 108 dərəcədir. Düsturları mütləq əzbərləməlisiniz. İkinci sual. Düzgün 8 bucaqlının daxili bucaqlarının cəmi. N bucaqlının daxili bucaqlarının cəmi bu düsturdan hesablanır. N-in yerinə 8 qoysaq, 8 çox 2 vurulsun 180, 6 vurulsun 180, səhv etmiriksə eləyəcək 1080 dərəcə. Düzgün cavab A variantı olacaqdır. Üçüncü, kiçik diaqonalı düzgün 6 bucaqlının 4/3 olan 6 bucaqlının xaricinə çəkilmiş çevrəndir. Baxın, əziz şagirdlər, biz düzgün 6 bucaqlı ilə bağlı bəzi qeydləri bilməliyik. Bu qeydlər nələrdən ibarətdir? Gəlin, sürətli baxaq. Birincisi, düzgün 6 bucaqlıda kiçik diaqonal A/3-dür, böyük diaqonal isə 2A-dır. Kiçik radius, yəni daxilinə çəkilmiş radius, çevrənin radiusu A/3 bölü 2, böyük çevrənin radiusu isə elə tərəfin özü də bərabərdir. O zaman biz nə edəcəyik? Kiçik diaqonal 4/3-ü, axı düsturumuz A/3-dür. Kök/3-lər gedəndə deməli tərəfimiz 4-dür. Xaricinə çəkilmiş çevrənin radiusu da tərəfə bərabər olduğuna görə 4-dür. Diametr axı radiusun 2 qatıdır. Yəni 2-ni 4-ə vuracaq 8. Deməli, bizim axtardığımız cavab B variantı 8-dir. Bu qeydləri yazıb götürməyiniz xahiş olunur və əzbərləyin mütləq şəkildə. Dördüncü suala diqqət edirik, əziz şagirdlər. Dördüncü sual. Düzgün 6 bucaqlının, baxın, bir daxili bucağını tapa bilərik. Baxın, bu düstur əsasən. Ya da tapdınız əzbərləyin də. 6-dan 2 çıxdı, 4 vur 180, bölürəm 6-ya. 6 ilə 180 getdi, 30, bu elədir 120 dərəcə. Bir daxili bucağı 120 dərəcədir. AKF buranı 40 dərəcə verib, özü verib. Siz bilirsiniz ki, bərabər yanlı 3 bucaqda, təpə bucağı 40 dərəcədirsə, 180-dən 40-ı çıxacaq, eləyəcək 140. Oturacağı bitişik bucaqlar bərabərdir axı, 70-70 olacaq. Onda bura 70-dirsə, bizdən x-i soruşur. Biz də bilirik ki, bu ikisi cəmi bir daxili bucaq əmələ gətirir. Yəni, 70 dərəcə üstə gəl x 120 eləməlidir. Təbii ki, x də bərabər olacaq 50 dərəcəyə. Baxın, diqqətinə bu şəkildə misal həll olacaqdır. 5-ci sualla davam edirik. 5-ci sual. Diaqonallarının sayı, tez yazıram, bu düsturdan hesablanır. Diaqonallarının sayı tərəflərinin sayının 3 mislidir. O zaman çarpaz vuranda n vur n çox 3 bərabər olur 6n-ə. N-lər gedir. N çox 3 6-dırsa, n 9-dur. Baxın, sizin n-ləri atmaq şansınız yoxdur. Siz əslində vurub açmalısınız, kvadrat n-ləri eləməlisiniz. Yox, açıq sualda bunu yazırsınızsa, n fərqlidir 0 sözlə yazın ki, tərəflərin sayını bildirdiyinə görə. Yəni, bunun 0 olmadığına hökm elədik, ola bilmədiyinə. Ona görə atdıq. Daxili bucaqlarının cəmi də n çıxılsın 2 vur 180 dərəcə düsturu ilə hesablandığına görə
9 çıx 2-ni vurasınız 180 dərəcəyə. Bu da eləyəcək 7 vur 180 dərəcə, səhv etmirəmsə 1260 dərəcə eləməlidir. Düzgün cavab Y variantı. Biraz məntiq işlədin. 7-ni 8-ə vurdun, deməli 6 ilə qurtarmalıdır da. 6-cı. Bir xarici bucağı bir daxili bucağından. Baxın, hər hansı bir çox bucaqlının daxili bucağına x desəm, xarici bucağı 60 dərəcə böyükdür. Daxili bucağından böyükdür. Onda bu olur x üstəgəl 60. Deməli, bir daxili və bir xaricinin cəmi qonşudular, 180 dərəcə edir. Düzgündə isə hamısı bərabər olduğuna görə fərq eləməyəcək. 2x bərabərdir 120, x bərabərdir 60. Deməli, bu daxili bucağı 60 olan üçbucaqlıdır, düzgün üçbucaqlıdır və bunun xarici bucağı 120 dərəcədir. Daxilindən 60 böyükdür. Burada düzgün cavab A-dır. Cavab D olaraq verilir. Düşünürəm ki, burada da bir texniki səhvlik olub. Çünki bu düzgün altıbucaqlı olsaydı, təqribən çəkməyə çalışıram. Bunun bir daxili bucağı 120, xarici bucağı 60 düşür. Axı daxili xaricidən böyük olur. Burada isə deyir xarici bucağı daxilindən böyükdür. Ola bilər ki, bu texniki qarışıqlığa səbəb olub. Düzgün cavab 3-dür. Sualda xüsusi bir problem yoxdur. Qəşəng sualdır, gözəl sualdır. 7-ci. Daxili bucaqları cəmi. Biz bilirik ki, daxili bucaqların cəmi bu düsturla hesablanır. 1440-a bərabərləyirik. N çıx 2 bərabərdir. 1440-ı 180-ə böləcək. Düşməlidir 8. Onda N bərabərdir nəyə? 10-a. İndi biz diagonallarının sayı, ümumi sayını soruşur. N vur, N çıx 3 bölünsün 2 düsturuna görə. 10 çıx 3, 7 bölürəm 2-yə. Təbii ki, bu da eləyəcək 35. Deməli, neçə diagonal var? Ümumilikdə 10 bucaqlıdır. 35 diagonal var. 8-ci sualla davam edirik. Diagonallarının sayı, yəni N vur, N çıx 3 bölünsün 2, sayı 20-dir. Çarpaz vuranda N vur, N çıx 3 bərabərdir 40-a. Siz baxan kimi N'in 8 olduğunu görürsünüz. 8 vur 5, 40-dır. Ya da bunu vurub açacağım. Siz yenə məcbur ya diskriminantla ya da viyetlə 8 və mənfi 5-i tapasınız. Hasili mənfi 40, cəmi 3. Təbii ki, tərəf mənfi olmadığına görə biz tərəfi 8 tapdıq. Bir xarici bucağı soruşur. Düzgün çoxbucaqlının uşaqlar bir xarici bucağı 360 bölü n-dir. Yəni siz 360-ı 8-ə bölməlisiniz. Bu da eləyəcək 45 dərəcə. Yəni düzgün cavab A variantı olacaqdır. 9-cu sualla davam edirik. 9-cu sualla davam edirik. Aha. 9-da nə deyir? Deyir ki, düzgün 8 bucaqlıda K daxildə istənilən nöqtədir. Şəklə əsasən LK KF-ə bərabərdir. FKL 40-dır. Bax, FKL buradır. Bura 40-dırsa, bayaq bunu oxşarın yazdıq. Buranı 70 və 70 tapdıq. Düzdürmü? Bərabər yanlı üç bucağa görə. Bizə deyir ki, KF Y-ni tap, buranı tap. Deməli, mən birinci 8 bucaqlının bir daxili bucağını tapacağım. Bayaq ki, misal kimi. 8-dən 2 çıxacam 6, vuracam 180-ə, böləcəm 8-ə. 8 ilə bu 2-yə gedəcək, 3, 2-yə gedəcək 4, 4 ilə 180 gedəcək 45, bu da eləyəcək 3-ü 45-ə vuranda 135 dərəcə. Bizdən buranı soruşur, buranda 70 tapmışıq. 70 ilə x birgə bir daxili bucağı təşkil edir. O zaman 135-dən də 70-i çıxanda 65 dərəcə, yəni Y variantını tapmış olacaq. Aydındırmı? Hə. 10-cu sual. Daxili bucaqları cəmini xarici bucaqları cəminə böldükdə. Baxın, daxili bucaqların cəmi bu düsturdandır. Deyir, xarici bucağın cəminə böldükdə 5 alınır nisbəti. Bununla bunu ixtisar aparıb, bura 2 yazarammı? Çarpaz vuranda n çıx 2, 2-ni 5-ə 10. Deməli, n oldu 12. Bu 12 bucaqlıdır. İndi 12 bucaqlının
bir təpədən çıxan diaqonalların sayı. Axı bir təpədən çıxan diaqonalların sayı n çıx 3-dür. O zaman biz 12-dən də 3-ü çıxıb cavab olaraq 9 alacağıq. Deməli, cavab C variantı olacaqdır. 11-ci sualla davam etmək istəyirəm. Qabarıq daxili bucaqlarının cəmi. Dedi ki, hansı düsturlandır? 180 bərabərdir 1980 dərəcə. Onda n çıx 2 bərabərdir 1980-i 180-ə böləndə 11, çıx 2-ni də o tərəfə atanda tərəf olaraq 13 alırıq. Diaqonallarının sayını soruşduğuna görə n vur n çıx 3 bölü 2 düsturundan istifadə edir. Yəni, bu fikir verirsinizsə, böyük bir hissəsi düsturlardır. 13 çıx 3 bölü 2, bu da eləyəcək 65, yəni Y variantı. Düstur, düstur, düstur. Nəzəriyyə. Nəzəriyyə əzbərə bilinməlidir. 12-ci sual. Qabarıq çoxbucaqlının bir təpədən çıxan diaqonallarının sayı. Bir təpədən çıxan diaqonalların sayı n çıx 3-ü 5 verir. Onda n neçə olacaq? 8. Deməli, bu 8 bucaqlıdır. 8 bucaqlının daxili bucaqlarının cəmi də düsturda n-in yerinə 8 qoysaq, vurulsun 180. 6 vur 180, 1080 dərəcə edərdir. Deməli, düzgün cavab B variantı 1080 etməkdədir. 13-cü sualla davam edirik. 13-cü sual. Perimetri, baxın, düzgün neçə bucaqlı deyirsə, perimetri n vurulsun A-dır. 3 bucaqlı desə, düzgün 3 bucaq, yəni bərabər tərəf tutacaq 3A. Düzgün 4 bucaqlı, yəni kvadrat 5A. İndi düzgün 6 bucaqlı dediyinə görə 6A-dır. Bunu 42-yə bərabər edirəm. 6-ya vurduqda, əziz şagirdlər, tərəf 7 alıram. Biz bayaq dedik ki, böyük diaqonal 2A düsturu iləndir. Yəni, biz 2-ni 7-yə vurur, 14 alırıq. Deməli, düzgün cavab C variantıdır. 14-cü sualla davam edirik. 14-cü sual. Bir xarici bucaq, sözsüz ki, düzgün çoxbucaqlıda 360 dərəcə böl n-dir. Bunu verib 24. Çarpaz vuranda 24 dərəcə vur n 360 dərəcə eləyir. N də bərabərdir 360-ı böləcək 24 dərəcəyə. Tez 12-yə ixtisar apar. 30, 12 ixtisar apar 2, yəni oldu 15. Deməli, bu 15 tərəfliymiş. Tərəf 3-dür. Perimetr n vur A-ydı. Deməli, 15 vurulsun 3, bu da eləyəcək 45. Düzgün cavab B variantı olacaq. Düzgün çoxbucaqlıdır. 15-ci sual, bu bölmənin son sualına baxırıq. 15. Düzgün 5 bucaqlının orta nöqtələrdir. Bizə deyir ki, L, P, A. Bura, buradakı. Bir də N, K, L. Bura. İndi buranı necə tapacaq? Birincisi A-nı tapacağım. Bu neçədir? A, B, C, D, Y. 5 bucaqlıdır. N çıx 2 vur 180 bölünsün N düsturundan. 5 bucaqlının bir daxili bucağını tapırıq, əziz şagirdlər. Bu gedir 36, 3-ə vurduq 108 dərəcə. Onda bu həmin APL-i kəsib atıram qırağa. Təpə bucağı 108-dirsə, axı bunlar bərabər yanlı olacaq, orta nöqtədir da, x bərabər bölünür. Onda 180-dən 108 çıxıram və yarıya bölürəm, 36, 36. Deməli, bu x-i tapdım. Birinciyə x desəm, bura oldu 36 dərəcə. İndi keçdim ikincidə. Axı burada NKL, həmin bu NKL, PM5 bucağının bir daxili bucağı düşür. Axı biz bir daxili bucağı 108 tapdıq. Da təzədən hesablamayaq da eyni şeyi. Burada var 108. İndi bizdən x üstə gəl y soruşur. Yəni tapdığımız 36 ilə LPA ilə NKL-i 108-i toplayırıq. Bu da bizim üçün 144 dərəcə etməkdədir. Bu da növbəti videonun sonu. Əziz və dəyərli şagirdlər, sizinlə növbəti videolarda görüşənə qədər Allah amanında.